Övladlarınızı sünnət etdirməyin. Bu İslamda yoxdur. İslam dinində sünnət anlayışı yoxdur. Belə bir şey əmr də yoxdur, Quranda da yoxdur. Bu adət-ənənəni İslam adı altında həyata keçirirlər və bunun güya müsəlman olmaq kimi təqdim edirlər ki, bu da heç bir şəkildə doğru deyil. Yox, bunu mən demirəm. Eşitdiyiniz kimi ilahiyyatçı Elşad Miri deyir. O bildirir ki, Quranda sünnətlə bağlı heç bir ayə yoxdur. Hətta peyğəmbərin öz uşaqlarını sünnət etdirməsinə dair sübut belə yoxdur. Özü isə illər əvvəlki uşağını da sünnət etdirib, amma buna görə təəssüf hissi keçirdiyini deyir. O əvvəllər belə fikirləşmirdim, amma araşdırdıqca gördüm ki, yəhudilər uşaqları doğulandan 8 gün sonra sünnət etdirir. Güya peyğəmbər də sünnətli doğulub deyirdilər. Sonra araşdırdım və öyrəndim ki, bu bir xəstəlikdir və peyğəmbər İslam üçün yox, adətə görə sünnət edilir. O an fikirlərim dəyişdi. Sünnət yalnız həkim tövsiyəsi və tibbi zərurətlə olmalıdır deyir. Bir çox din xadimləri və cəmiyyətin əksəriyyəti isə Elşad Mirinin bu fikirlərinə görə onu tənqid atəşinə tutub. Bəs siz bu haqda nə fikirləşirsiniz? Elşad Miriyə haqq verirsiniz? Bu mövzu sadə bir mövzu deyil və bu haqda müxtəlif fikirlər var. Amma suallar verməkdən və həqiqəti axtarmaqdan da qorxmamalıyıq. Düzü mən Quranı hələ oxumamışam deyə fikir bildirmirəm, amma Elşad Miriyə böyük hörmətim var. Bu haqda aranızda məlumat olanlar varsa şərhlərdə yazın, gözləyirəm. Sağ olun, salamat qalın.